Yəqin razılaşarsan ki, Azərbaycan Premyer Liqasına bugün ən yaxşı qapıçılardan biri, bəlkə də kimin üçünsə ən yaxşısı Ricardo Fernandesdir. Ona təkliflər var idi. Hətta qış transfer dönəmində onu heyətinə qatmaq istəyən imkanlı Azərbaycan klubları var idi. Buna görə pul ödəməyi də istəyirdilər Şamaxıya. Şamaxı satmadı. Amma bilirik ki, yayda onun müqaviləsi bitirdi. Azad agent kimi tərk eləyə bilərdi Şamaxını. Amma Şamaxıda qalmaq qərarını verdi. Sual yarana bilər ki, niyə? Mən maraq üçün bu futbolçunun karyerasına nəzər saldım. Bu adam demək olar ki, 31 yaşına qədər düzəməlli futbol oynamayıb. Bəzi sezonlarda baxırsan ki, mövsüm boyu dayanıb. Xüsusən son mövsümlərin əksəriyyətində aşağı liqa Portuqaliya klublarında ehtiyatda qalıb. 2 oyun, 3 oyun, 5 oyun, maksimum 7 oyun və belə bir çıxışlardan, performansdan sonra özünü gəlib Şamaxıda tapıb. Bu Ayxan Abbasovun seleksiyasının təbii ki, nöqtə transferlər etməyə bacarığıdır. Şamaxının qapıçı məşqçisi Kamil Qafarovun əməyidir ki, onu belə bir performansda saxlaya bilir. Bilirik ki, Kamil bəy Azərbaycanda ən yaxşı qapıçı mütəxəssislərindən biridir. Və bax, nöqtə transfer bu deməkdir, tapıb gətirirsən. Amma bu futbolçunun komandada təklifləri rəğmən saxlamaq bacarığı bu artıq böyük bir məşqçi işi, psixoloji işdir ki, yaxşı təklifi var, paytaxt komandasından daha yaxşı maaş verirlər, amma o qalmağı seçir. O fikirləşir ki, yox, əyalət komandasında qalacam. Aşağı yerlərdə gedən komandada qalır. Amma burada olacam. Niyə? Çünki o oynayır. Niyə özünü əmin hiss edir? Niyə Apava onu qanayır? Bu hamısı, bilirsən, futbolda xırdalıq yoxdur. Futbol o qədər incə, o qədər belə həssas bir prosesdir ki, burada hər şey vacibdir. Xırda elementlər görsən ki, bəzən böyük nəticələrin qabağını alır.